Değerli izleyiciler, qəssab qardaşımız, xeyirxah qəssab qardaşımız Allah canı sağ eləsin, ruhuna bərəkət versin. Elmətli qardaşımız həmişə dəstəkdir. O xalaya o 10.000 pul yığılır, ona 30 manat pul demişdi, elə gəldi yolu götürməyə, Allah kömək olsun. Buradan İlkin qardaşımız var, qəssab tanıyarsan. Aram marketin qabağında. Sağ olsun, o da 30 manat pul verdi, var olsun, Allah kömək olsun. Allah korumalarından sağ olsun. Kart atmış doların kartına. Onun gözəl uğur dəstgər işlədi, Allah onu da. Hayır, Allah korusun, Allah korusun. Allah cəm yaxşılara kömək. İndi bir tayda un, bax həmən yanan evə yollayırlar, yanan evə. Bilsən ki, Emin var, Emin. Bəygirdə, Paşa evlərdən, Qəzənfər əminin oğlu olmalı. Siz tərəflərdən Qəzənfər əminin oğlu da, Hacı da, Moşu. Allah ona da ruhuna bərəkət versin. Hətta o televizorda bu oynanıb, dedi verəcəm, özü deyim. Allah cəm şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa və ehtiramlarımıza. Hörmətin bir söz deyim, bax bu günləri o şəhidlərimiz olmasaydı, burada sən durub, beləcək baltı ilə ət doğraya bilməsin. And olsun Allah. Buranı işğal eləyərdilər, bax, haqları boynumuzdadır, onların haqqını itirmək olmaz. Həqiqətən realda orada. Allah şəhidlərimizi rəhmət eləsin, Allah səni var eləsin. Sən nə bir nümunə deyə bilərsən ki, o hamı bir olsun, hamı nətər müharibədə bir oldu. Xəstələrimizə imkanında qaçsan da belə dur danış. Sən yaxşı işlənməlisən, alnın açıqdır. Var olasan. Qardaşımızdan 30 manatı götürüb, çıxıb gedirik. Qardaşla sən istəmir çəkiliş eləsin, adı dirənmişik. Dirənmişik qardaşa. Allah kömək. Cəm. Kim xeyirxah işlərlə məşğuldur, Allah can sağ olsun. Xəstənin imkansızın, Elmətin bir söz deyim, xəstənin imkansızın adına pul yığıb yeyənlər var, burnundan gəlsin. Onlara ticarət vasitəsi eləyənlər var da bəzi şərəfsizlər. Var ol, təşəkkür edirəm, öpürəm səni.